İsrailin Azərbaycan xalqını yıxmaq üçün yeni planı. İndi də hərbiçilərimizi Qəzzada sülh məramlı adı altında yerləşdirmək niyyətindədir. Təsəvvür edirsiniz bu nə deməkdir? Sizin min bir əziyyətlə böyüdüb hərbiyə göndərdiyiniz balalarınız indi günahsız, əli yalan insanların qətliamında şərik olacaq. Bu vaxta qədər əskərlərimizin orqanlarını aparıb öz əskərlərini sağaltmaqda istifadə edirdilər. İndi isə əskərlərin özlərini aparmaq istəyirlər. Görün necə bizdən istifadə edirlər. Niyə? Niyə bütün dünya onlara qarşı ikən biz onlara dəstək veririk? Çünki gözümüzün önündə baş verən hadisələri görməzdən gəlirik. Biz ki hər zaman zülmə məruz qalan xalq olmuşuq. Bəs indi necə zalıma dəstək verə bilirik? Yoxsa zülm ancaq özümüzə olanda səsimizi çıxarmalıyıq? Məyər bu insanlıqdır?